Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin kamera orkestri ilk dəfə 15-ci Qəbələ Beynəlxalq Musiqi Festivalında konsert proqramı ilə çıxış edib. Konsert Heydər Əliyev Konqres Mərkəzində təşkil edilib. Bugün festivalda bizim musiqi vokal istiqaməti üzrə həm inklüziv orkestr, həm inklüziv ansambl və bizim həmən bu istiqamət üzrə benefisiarlarımız bugün çıxış edəcək. Bugün bizim üçün birinci belə bir təcrübədir ki, biz beynəlxalq festivalda iştirak edirik və mən əminəm ki, bugün həm xarici qonaqlar, həm yerli qonaqlar bizim konsertdən böyük bir zövq alacaqlar. Qeyd edək ki, konsertin bədii rəhbəri əməkdar artist Emil Əfrasiyab, dirijor isə Mustafa Mehmandarovdur. Bugünkü konsertdə Dost İnklüziv Mərkəzində çalışan kamera orkestri və instrumental ansambl və o cümlədən mərkəzimizin benefisiarları artıq öz sözünü demiş bizim musiqiçilərimiz bugün çıxış edirlər və mən hər bir iştirakçıya uğurlar arzu edirəm və ümid edirəm ki, bugünkü konsertimiz yadda qalan bir hadisəyə çevriləcək. Vətən müharibəsi qazisi Samid Xudadlı həssas qrupa daxil olan şəxslərə yaradılan şəraitə görə təşkilatçılara təşəkkürünü bildirib. İlk dəfə olaraq Qəbələ şəhərində keçirilən bu gözəl festivalda mən də iştirak edirəm və bununla qürur duyuram. İnanıram ki, bu festival bizim komandamıza daha da uğur gətirəcək. Musiqi festivalının 3-cü gününün axşam proqramında muğamlarımız təqdim edilib. 15 ildir ənənəvi olaraq Qəbələ festivalı keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Mədəniyyət Nazirliyi və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə dəstəyi ilə bu gözəl musiqi festivalı keçirilir və bu dünyanın bir çox ölkələrindən musiqiçilər gəlib burada iştirak edir. Təbii ki, bu da bir vətəndaş kimi bizi çox sevindirir. İfası kimi iki qat sevindirir ki, mən də bugün artıq bu festivalda çıxış edirəm. Musiqi bayramıdır, bayramımız mübarək olsun. Gecənin qonaqları sırasında yer alan xalq artisti Polad Bülbüloğlu muğam sənətinin etibarlı əllərdə olduğunu bildirib. Açığı deyim, feyziyab oldum. Çox gözəl ki, bizim gənc solistlərimiz artıq bəzi yeni üsullar da gətirirlər bizim qədim muğamlara. Amma onu da deyə bilərəm ki, çox nəfis şəkildə bizim qədim mahnılarımızı, muğamlarımızı ifa edirlər və mən çox sevindim. Meydan məhəbbətdəki məşhur cahanım. Tamaşaçılar qədim muğam sənətinin peşəkar ifaçılar tərəfindən təqdim edilməsini böyük maraq və alqışlarla qarşılayıblar. Rasim İsmailov, Bəxtiyar Atayev, Qasım Xuluflu, İTV Xəbər, Qəbələ.